Salamlar. Mən Samira, amma mənə Sam deyin, çünki öz adımdan nifrət edirəm. Mən animasiya işi və rəsm çəkməklə məşğulam və rəsm uşaqlıqdan bəri bacarıram. Mən animasiyaları bundan əvvəl barmaqlarımla çəkirdim. TikTok səhifəm də var. Sığma, xət, animasyon. Amma daha işlətmirəm, çünki nömrəm yandığına görə TikTok təzədən yükləyə bilmirəm. Sadəcə YouTube'um var. İndi isə özümə Temu'dan stylus qələm almışam. Əvvəllər tabletim vardı. Mən 2024-dən başlamışam animasiya. İlk başlarda çox bərbad idim. Sonra yavaş-yavaş özümü gəlişdirdim. İntihası barmaqlarla gəlişdirdim. Tabletim var idi. Pakovkasını 130 manat Bakıda pakovkasında verəcəm. Mən işləmişəm 175 manat pul verdim və məni loxladılar. Planşet bir il işlədim. Ondan sonra yandı, kül oldu. Sonra mən balaca telefonumla çəkdim. Redmi 9A ilə barmaq ilə animasiyalar çəkdim, atdım. Sonra o da donmağa başladı. Qardaşım mənə Redmi A3 telefon aldı. İndi onunla çəkirəm. Buraxmışdım Türkün məsələ bu işin başın. Sonra nəsə həvəsim gəldi və yenə çəkmək istədim. Özümə qələmzad aldım. Belə indi çəkdiyim, paylaşdığım bu Naruto animesini özüm çəkmişəm 3 günə. Sən məndən niyə əl çəkmirsən? Ha? Səndən nə qədər nifrət elədiyimi heç bilmirsən? Of. Məndən uzaq olsun, sənin üçün yaxşı olacaq. Sən mənim ən yaxın dostum, həm də mənim rəqibimsən. Sənə sataşmağı sevirəm, Sasuke. Sonra isə tək qatda çəkmişəm Naruto animesini. Arada bir də 2 qat belə rəngləmək üçün arxa plan. Bir də mən sketchbookum var. 2025-dən 2026-ya qədər, yəni çəkdiyim rəsmlər. Belə görənməyəcəksə başqa cür göstərməliyəm, Türkün məsələ. Gördüyünüz kimi sketchbookum tarixini də yazmışam. Çəkdiyim rəsmlər. Skoçlamışam ki, bir ömür boyu sədaqalı qalsınlar. Nətər edeyim, qəşəng görsənsiniz. Belə. Bax da, bu mənim çəkdiyim rəsmlərdir. Sonra bu da mənim Sam karakterimdir. Bunu TikTok'da animasyonlarını görə bilərsiniz. Yes. Hehe. Sketchbook. Daha. Burada görmək istəməyəcəyiz bir çox şeylər var. Əhəmiyyət verməyin. Başımı buraxın. Gördüyünüz kimi belə rəsmlərdən zaddan məşğulam. Karakterlərim var. Öz orijinal karakterim. O başdakı Furina karakteri Genshindən, Hazbin Hotel'də Charlie və Gidən. Bunlar da mənim öz karakterlərimdir. Evet. Duman ilə günəş. Evet. Neyse bu qədər, yəni belə. Mən rəsm animasiya işi ilə məşğulum və mən bunun təhsilini almamışam, təəssüf ki. Bir gün əl franşidim olsa əgər, cizgi filmlər çəkib kanalımda yayınlayacağım. Ümid edirəm tanınmış bir animasyonçu Azərbaycanda ola bilərəm. Sıfırdan gəlişən bir animasyonçu, heç kim ona köməklik eləməyəm. Mən bir çox yerlərə Instagramdan yazdım ki, kömək olsunlar. Yəni bacarığım var, özləri də bir çoxu mənə yazdı. Nəticə dedim, fakirəm, mən şəhərdə, yəni öz yerimdə yaşayıram, mən Bakıya gələ bilmirəm, atam icazə vermir. Mənə hətta tələbələrdən qalmağa da. Tələbələr dərs öyrənəcək animasiyanı. Mən isə işləyəcəkdim. Atam qoymadı. Atam uşaqlıqdan bəri bir çox mənə şans qapılar açanda icazə verməyib. Tanınmış bir rəssamın da tələbəsi olacaqdım, ona icazə vermədi. Bir çox yerlər, dükanlarda işləyəcəkdim, bana da icazə vermədi. Ancaq deyir ki, dədə çörəyi. Ancaq ki, mən öz çörəyimi yemək istəyirəm, öz şotuma yaşamaq istəyirəm, dədə şotuna yaşamaq istəyirəm. Ümidim odur ki, gələcəyin tanınmış animasyonçusu olacağım və əlimdə 5 dənə adam da olacaq. 5 animasyonçu, öz filmlərimi çəkəcəm. Və dublajçılardan da. Mən sıfırdan başlayan, heç bir şey olmayan, heç bir dəstək kömək olmayan, tək başına bir animasyonçuyam. Heç kim ona inanmayan. Yəni, uşaqca, başım çatmır, sən tayların uşaq iyi eləyir, mən uşaq istəmirəm, mən karyera qurmaq istəyirəm, mən ər istəmirəm. Ümid edirəm, gələcəyin animasyonçusu sizə filmlərini təqdim edəcək. Əlinə planşet düşsə təbii ki də. Nəysə, mənə Samira yox, Sam deyin, kankilər, tamam mı? Gələcəyin animasyonçusu burada. Hamı salam desin ona. Bye.